Salam aleykum. Kim sağlam həyat tərzinə keçmək istəyirsə, xəstəliklərdən özünü müdafiə eləmək istəyirsə və yaxud artıq xəstələnibsə, sağlamlığını geri qaytarmaq istəyirsə, sağlam həyat tərzinə keçməlidir. Sağlam həyat tərzinə keçmək üçün ilk öncə bağırsağı təmizləmək lazımdır. Bunu təmizləmədən olmur. Yəni mən bunları hamısını yaşaya-yaşaya gəlirəm. Hamısını bunları mən eləmişəm. Çünki effektlərini görürəm deyə hamısını paylaşıram. Allahın izni ilə. Demək, aptekdən bir dənə maqni sulfat alırsınız, 20 qramlıq. Səhər tezdən saat 6-da yuxudan durursunuz, bir stəkan ilıq su götürürsünüz, bunun hamısını qarışdırırsınız ona və onu yarım saat ərzində yavaş-yavaş içirsiniz. İçdikdən sonra gün ərzində yarım saatdan bir 40 dəqiqədən bir stəkan su için. Axşam saat 6-ya qədər. Axşam saat 6-da 2 litr su götürürsünüz, qaynanmış su. Ona bir ədəd limonun şirəsini qatırsınız, bir başda sarımsaq qatırsınız, bunu da əzib qatırsınız və o suyu marladan süzürsünüz. Aptekdə imalə paketi satırlar, 2 litrlik. O suyu yerləşdirirsiniz imalə paketinə və ondan imalə edirsiniz, özünüzü yoğun bağırsağı təmizləyirsiniz. Bəziləri məndən də yazacaq ki, bilirəm, tək bu maqni sulfatı içək, bu imaləni eləməyək. Xeyr, belə şey olmaz. Niyə olmaz? Çünki maqni sulfat bizim 12 barmaq bağırsaqda olan mikrobu, infeksiyanı, şılaqları, toksinləri hamısını təmizləyib gətirib yığacaq yoğun bağırsağa. Əgər biz bunu təmizləməsək oradan imalə vasitəsilə, yenə də bağırsaq onu abratını geri sovuracaq qana. Bax, onda yenə də qan zəhərlənmiş olacaq. Bunu edirsiniz, inşallah növbəti günü başlayırsınız meyvə şirələri içməyə, limon, qreypfrut, portağal. Həmən günü onu için ki, növbəti günü meyvə tərəvəzlərindən inşallah başlayarsınız və yavaş-yavaş qidalanmanızı düzəldərsiniz. Ət də yeyə bilərsiniz, başqa xörəklər də yeyə bilərsiniz. Sadəcə olaraq bədəni turşulaşdıran qidalardan biraz uzaqlaşın. Şirniyyatı həyatınızdan çıxadın, ağ çörəyi həyatınızdan çıxadın. Sonra əti bacardığınız qədər az yeyin. Çünki ət bədəndə turşu mühiti çoxaldır. Şiş hüceyrələri turşu mühitdə inkişaf eləyir. Qələvi mühitdə inkişaf eləyə bilmir. Onları xoşlamır qələvi mühiti. Bədəninizi qələvi mühitə öyrəşdirin. Bax, bəziləri soda içir. Mən o insanlara da hörmətlə yanaşıram. Soda içənlərə də qələvi mühiti yaradırlar bədəndə. Mən içmirəm soda. Mən qidalarla bədənimi qələvi mühitə çevirirəm. Qırmızı kələmdə onların başında gəlir, qələvi mühit yaradır. Ağ kələmdə, kələvin bütün növləri insan bədənində qələvi yaradır. Bax, bunları həyatınıza salmaqla inşallah ki, öz sağlığınıza qovuşa bilərsiniz. Sağlamlığı qaytarmaq vallahi ki, çox asandır. Sadəcə olaraq insan biraz nəfsinə hakim gələr. Bir də ki, bu bağırsaq təmizlənməsini yaşlı insanlarda eləyəndə, kimsə yaxınına eləsə, bunu tətbiq eləsə, ona kömək eləsin. İmalə paketini falan tutmağa, eləməyə, yəni cavan insan biraz bitər eləyə bilər. Amma yaşlı insanlara yardım edin, kömək eləyin, onlara da bağırsağını təmizləyin. Kim etmək istəsə, sağlamlığını bərpa eləmək istəyən, sağlamlığını qorumaq istəyən insanlar. Allah bütün xəstələrə şəfa versin, bizlər də onun içində.